Nemət Mətin, sentimental, gözəllik, hekayə. Həyat bizi çoban yastığı ləçəkləri kimi yolur. Paul Auster. Ən sevdiyi içki çay idi. Çay necə bəhbəhli içirdisə ona baxan da çay istəyirdi. Heç bir içki çayı əvəz edə bilməz. Belə düşünürdü. Bir də Leon filmini sevirdi. Bir çay ola, bir də bu film. Vəssalam. Onu daha heç cür xoşbəxt etmək olmazdı. Çox oğlan onu sevdi, amma o yalnız çayı və Matildanı. Leon filmindəki bəstəboy əlində dipçək gəzdirən və Leonu sevə Matildan deyirəm. Bu gün də gec yatacaqdı. Sosial şəbəkələrdə baş qatıb əlinə keçən gözəl fikirləri paylaşacaqdı. Qulaqlıqda da Sting oxuyur. If I told her that I loved you, you'd maybe think there is something wrong. I'm not a man of too many faces. The mask I wear is one. Leon filminin musiqisi idi. Nə vaxt kimisə sevəcəkdisə, Matilda qədər ürəkdən sevəcəkdi, dəlicəsinə. Amma ümid edirdi ki, sevgisi filmdə kim bir tərəfli olmayacaq. Leon Matildanı yox, onu sevməyini sevirdi axı. O həm də şeir yazırdı. İlk şeirləri zəif olsa da sonrakılar maraqlı alınmışdı. Sanki ürəyi böyüdükcə şeiri də böyüyürdü. Ürəyini hər kəsdən gizlətməyə çalışırdı. Gözəlliyin mahiyyət elə bundadır. Gizliyində yetişir. Baramanın içində gözəlləşən kəpənək kimi, Gönçənin içində böyüyən gül kimi. Qısa saçları ona yaraşırdı. Təkcə özünü Matildaya oxşatmağa çalışmırdı, saçları cod idi. Daramaq, duş qəbul edəndən sonra qurutmaq çətin idi. Bir tərəfdən də adamın Allahı var, qısa saçlı qadınlar bir ayrı gözəl olur. Heç kimi sevə bilmirdi. Dərdindən ölənləri də, ona hədiyyə göndərənləri də, vəd verənləri də. Bir sözlə heç kimə ürəyini aça bilmirdi. Amma sevinç hissi uzun çəkmədiyi kimi, kədər də uzun çəkmədi. Günlərin bir günü dəlicəsinə sevdi. Adi bir tanışlıq zamanı sehirə düşdü. Oğlan çaydan çox kofeni xoşlayırdı. O sevdiyi üçün çaydan imtina etdi. Mən sənə görə çay kofeyə dəyişərəm dedi. O gündən etibarən ürəyində gizlətdiyi bütün gözəllikləri aləmə yaydı. Kəpənək də, gül də sevgi kimi bir gün böyüdüyü, yetişdiyi yeri tərk edir. Mən varam deyə qışqırır. O gündən sonra təmiz dəyişildi. Nəinki çay kofeyə, hətta Matildanı Nuranəyə dəyişdi. Özü oldu. Filmdəki sevgidən də böyük sevgi. Bütün sevgisi ilə oğlanı yaşatdı. İnsan necə də dəyişərmiş. Sevgi adam böyüdür. İlk görüşdə oğlanın kirpiyi sağ yanağına düşdüyü üçün ona demişdi. Kirpiyin düşüb, arzu tut. Elə bax ki, hansı gözümə yaxın olduğunu bilim. Nə arzu tutdun? Ömürlük mənimlə qalmağını. Sonralar daha bir neçə dəfə görüşdülər. Hər ikisi sevginin ağuşunda xoşbəxt idi. Gəzdikləri küçələri unutmayacaqdılar. İlk öpüşü, ilk yeməyi, ilk qucaqlamağı. İlk görüş saat 7-də baş tutacaqdı. İçəri şəhər metro stansiyasının qapısından Nuranə çıxanda yaxınlıqdakı kilsə zəngi 7 dəfə çaldı. Oğlan Nuranəni görmürdü. Zəngin səsini eşidəndə düşündü ki, xristiyan olsaydılar, toyda eyni bu zəngdən çalınardı. Zəngin səsi adamın ürəyindəki cüzi bir pis fikri də silkələyib çıxarar. Nuranə oğlanı sevdiyi bənövşəyə rəngə o qədər vuruldu ki, o rəngdə geyimlər alır, o rəngdə dırnaqlarına boya axtarırdı. Gülləri də o rəngdə sevdi. Həyat başdan başa bənövşəyə rəngə bürünmüşdü. Nuranə ətrini belə dəyişmədi, çünki oğlanın ağlını başından alırdı. Amma ətir bitmirdi ki, bitmirdi. Başqa yerə gedəndə o ətiri vurmurdu Nuranə. Qısqanırdı ətrini. O yalnız oğlanla görüşə gedəndə ətrini sevə-sevə üzərinə vururdu. Sentimental hisslər sevgidən qaynaqlanır. Oğlan bunu ilk dəfə ona deyəndə incimişdi. Sonra özü də bunu hiss etdi və qəti qərara gəldi ki, oğlanların əksəriyyəti rasionalistdir, qadınlar isə sentimental. Qadınla kişi bir araya gələndə balans həyatı gözəlləşdirir. Bir görüşdə Nuranə göy üzünə baxaraq ulduzların olmadığını demişdi oğlana. O isə sentimentallığın lap dibinə enərək cavab vermişdi. Ulduzlar bizim sevgimizdən utanaraq gözlərini yumub. Payız günlərinin birində parkda gəzişəndə oğlanın çiyninə qurumuş yarpaq düşdü. O əhəmiyyət verməsə də Nuranə oğlanın çiyninə toxunub yerə düşən yarpağı götürdü. Oğlan ona kitab hədiyyə etmişdi. Nuranə həmin yarpağı kitabın arasına qoydu. Bir dəfə isə dəniz kənarına gəzməyə getmişdilər. Balıq qulağını qulağına yaxınlaşdıran Nuranə gülümsəmişdi. Oğlana üzünü tutaraq sevgi dolu baxışları ilə demişdi. Sanki qulağıma səni sevirəm pıçıldayırsan. Sevginin həzin uğultusu. Sonralar Nuranə çox az hallarda şeir yazdı. Görünür, xoşbəxt insan şeir yazmağı düşünmür. Kədər adama nələr yazdırmaz. Sevinç hissi isə insanı poeziyadan uzaqlaşdırır. Yalnız oğlan üçün darıxanda ona aid şeir yazdı.
Vaxtı zamanı unutmuşdular. Onlar üçün təqvim ancaq sevgi dolu anlarla hesablanırdı. Məsələn, qar yağanda Nuraynənin saçlarına düşən qarı təmizləmək, yağış yağanda bir yerdə rəqs etmək və s. ilaxır. Nuraynə həddindən ziyadə həssas idi. Oğlanın ən adi sözlərini belə ürəyinə salır, ən sadə hərəkətlərini beynində sorğulayırdı. Hətta oğlan sevirəm qarşılığında mən də səni deyəndə, mən də səni nə sualını verməyə tələsirdi. Tam cavabı gözləyirdi. Bir dəfə həftə sonu görüşündə oğlan yediyi yeməkdən ona vermişdi. Çəngəli düz dodaqlarına uzatmışdı. Nuraynə 3 gün bunu rəfiqəsinə sevinərək danışmışdı. Tez küsüb, tez barışırdılar. Heç bir gün çəkmirdi ki, iki tərəfdən biri üzr istəyirdi. Bağışla sözünü az min dəfə demişdilər. Alınmayanda alınmır. Həyat xəyalpərəstlər üçün hər zaman sürpriz hazırlayır. Bir ildən sonra oğlan Fransaya köçməli oldu. Ailəsi gedir deyə qala bilmədi. Evi də satmışdılar. O isə tək qaldı. Vaxt aşırı görüntülü danışırdılar. Məsafələr sevgiyə əngəl olmasa da soyudur. Yavaş-yavaş aralarındakı spontan sevgi azaldı. Nuraynə sevgisinə sadiq idi. Heç vaxt kofeni çaya dəyişmədi. Matilda da yeniyetməliyinin bir küncündə xatirə tək yaşayırdı. Natalie Portman da illər sonra film haqqında deyirdi ki, Leon filmi ona sevinç gətirmədi. 12 yaşında özünü seksual hisslərin obyekti kimi hiss etmək çox qəribə idi. O böyümüşdü. Ömrünün axırına kimi başqa birisini sevmədi.